Hər birinizi salamlayıram əziz abituriyentlər. Sizinlə birlikdə bugün dediyimiz challenge-ə başlayırıq. Challenge-ə başlamazdan əvvəl onu qeyd edim ki, bu challenge sırf sizin özünüzü indiki halınızdan daha yaxşı vəziyyətə çatdırmaq üçün bir vasitədir. Əgər hal-hazırda olduğunuz vəziyyətdən daha yaxşı vəziyyətə çatmaq istəyirsinizsə, mütləq kanalımıza abunə olursunuz və sizə kanalımızda təqdim olunan sınaqları hər gün işləyirsiniz. Disiplinli şəkildə əgər işləsəz, burada inanıram ki, hər biriniz öz ballarınıza 20, 30, 40 ballar da qaldıra bilərsiniz. Burada sizə esse yazmağın yollarını, definitionları ya da sinonimləri tapmaq yollarını, mətndən iki sözü dəyişməyə ya qaydadakı bütün xırdalıqları, dinləmə yazmağın asan yollarını öyrədəcəm. Mütləq kanalımıza abunə olursunuz, bəyənirsiniz, şərh bölməsinə öz ürək sözlərinizi qeyd edirsiniz. Bu sınaqları işləmək üçün isə kanalımıza, WhatsApp kanalımıza daxil olursunuz və orada da abunə olursunuz. Kanalımızı da bəyənməyi unutmayın ki, hər kəs bu şansdan yararlana bilsin. Hazırlığa gedə bilməyən uşaqlar var ya da hazırlığa gedir amma disiplinli şəkildə sınaq işləməyən uşaqlar var. Bu sınaqlardan yararlanaraq öz nəticələrinizi çox yaxşı vəziyyətə çatdıra bilərsiniz. İndi isə başlayırıq sınaqlarımızın izahına. Əgər sınağımızı işləməmisinizsə, mütləq kanalımıza daxil olursunuz. Kanalımız şərh bölməsində link yerləşdirilib. Kanala daxil olursunuz. Burada indi sizə izah edəcəyim sınağın şəkilləri yerləşdirilib və dinləmənin də səsi yerləşdirilib. Mütləq dinləməyə qulaq asırsınız və testləri özünüzə vaxt qoyaraq 40 dəqiqə, 50 dəqiqə, 1 saat vaxt qoyursunuz və o sınaqları işləyirsiniz. Sonra isə geri dönüş edib testin izahlarına baxırsınız. Yəqin ki, artıq testdə işlədiniz və işləyərək baxmanızı tövsiyə edirəm. Mütləq özünüzə vaxt qoyaraq işləyin ki, bu sizin disiplinli şəkildə imtahanda da çox qısa vaxtda yaxşı yazmağınıza səbəb ola bilər. Burada mətnimiz Kenya haqqındaydı. Onu qeyd edeyim ki, bu test 2022-ci ilin aprel ayının 5-də keçirilən imtahanın suallarıdır. Bu suallar nəticəsində özünüzü yoxlaya bilərsiniz və onu da qeyd edim ki, bu hissəyə artıq hər gün özünüzə, bu challenge-də siz özünüzə bir qeyd tutursunuz və mütləq kanalımızda bu videonun altında necə düz yazdığınızı və növbəti videolarda artımınızı artdımı yoxsa heç bir fərq olmadımı mütləq onları qeyd edərsiniz. Geri dönüşlərinizi çox diqqətli şəkildə oxuyuram. Burada dinləmə mətnimiz Kenya haqqındadır. Yazılıb ki, East Afrikadakı bir ölkə haqqındadır. Mütləq səsə diqqətlə qulaq asın. 2 dəfə qulaq asın. Dinləməni yazmazdan əvvəl mütləq dinləmə suallarını diqqətli şəkildə oxuyun. 2-də cavab A idi. A variantında deyir ki, məşhurdur öz attraktiv landscape'ləri ilə, mənzərələri ilə. Bu doğrudur. B variantında poor tradition yoxdur burada. Zəngindir onun adətləri. C variantında few meşələr var deyir. Bu yanlış idi. Only one type climate var. Yalnız bir tip iqlim növü var. Bu da yanlışdır. Burada deyir ki, çox heyvan yaşayır. White rhino'dan başqa əksinə onlar da yaşayırdı. Üçüncü testdə burada konkret olaraq variantda çay və gülü qeyd edir. Ona görə burada cavab olur 2-3 D variantı. D variantı. Dördüncü testdə burada soruşur ki, Kenya ədəbiyyatı nə haqqındadır? Siz yazmalıydınız bura important and widely shared values haqqındadır. Baxın, cümlə belə idi. Əgər burada value sözünü yazmamısınızsa, bu sizə bal verməyəcək. Çünki əsas məna values sözləri idi. Dəyərlər haqqında, vacib və geniş yayılmış dəyərlər haqqındaydı. 5-ci cümlədə soruşur ki, coffee cümlənin ardında belə deyilmişdi. One of the most valued, dəyərli, ən dəyərli eksportlardan biridir. Exports in Kenya. Bunu yazmalıydınız. Əgər cümləni tam eşitməmisinizsə, çalışın ki, mənanı verə biləsiniz ki, məsələn, is one of the most valued export. Export sözünü mütləq yazmalıydınız. Yəni, bu başqa bir ölkəyə ixrac olunan məhsul mənasında işlənilir. İnsanlar isə dedikdə lokal nəzərdə tutulurdu. Lokal yazmalıydınız. Çalışın ki, test dinləmələrin cavablarını yazarkən mütləq sözlərin düzgünlüyünə diqqət edəsiniz. Əvvəlcə tələsik formada yazdınız. Ondan sonra artıq tam düzəldəsiniz, yazılışı tam düzəldəsiniz ki, səhviniz çıxmasın. Çünki hərf səhv olduqda artıq mənaya da təsir edə bilər. Dinləmə mətnimiz bu haqdaydı və mütləq dinləmə yazarkən özünüzə 2 dəqiqə vaxt verirsiniz. Bir dəfə sualları diqqətlə oxuyursunuz, dinləməni eşidirsiniz, qoyursunuz, işlədiniz dinləməni, sonra dayandırırsınız, artıq dinləmə dayanır. Bir dəfə də sualları oxuyursunuz, eyni imtahandakı kimi. Sonra isə dinləməni təkrar qoyursunuz və ikinci dəfə də artıq bütün qalan sualları yazırsınız. Çalışın ki, evdə dinləmə işləyərkən 4
4 dəfə, 5 dəfə dinləmə qoymayasınız. Bu sizi vərdişinizi, yəni sizdə vərdiş yaratmır. Dinləmə yazmaq tamamilə vərdiş işidir. Yəni tamamilə vərdişiniz olmalı idi ki, dinləmələri rahat şəkildə yaza biləsiniz. İndi isə gəlin qayda izahlarına baxaq. Hər bir qaydanı izah etdikcə buna aid bir neçə sizə ipucular verəcəm və siz də çalışın ki, o qeydləri özünüzə aparasınız ki, challenge-imiz boşuna getmiş olmasın. Bütün boşluqlarınızı artıq burada görüb onları həll etmiş olasınız. İndi 7-ci testə baxırıq. Boss qaydası bilirik ki, boss ofla birləşə bilir və bu zaman isim cəm olmalıdır. Ümumiyyətlə bu qaydanı özünüz üçün qeydə apara bilərsiniz. Ofla birləşmə əmələ gətirən bütün sözlərdən sonra əgər sayılan isim gəlirsə, mütləq o isim sayılan gəlirsə mütləq o isim cəm olmalıdır. Çünki biz ifadələri işlədərkən lüğətlərin hər biri, lüğətlərin hamısı, lüğətlərin bəziləri gördüyünüz kimi heç vaxt lüğətin bəzisi, lüğətin hamısı deyə bilməzsiniz. Ona görə də both, all, some, most, each of, none of bu tipdə ifadələrin hər birində, yəni ofla birləşən bütün ifadələrdə əgər ikinci tərəf sayılandırsa mütləq həmin isim cəm olmalıdır. Ona görə də burada bir yanlışdır. Both of dictionary yox, dictionaries olmalıydı. Bu sadəcə ofla birləşməyə aid qaydadır. 2 doğrudur. İçdən sonra dictionary, iç və every özündən sonra sayılan tək isim istəyir. Bu da doğrudur. 3 no dictionary və no dictionaries hər biri doğrudur. Çünki lüğətlərin heç bir lüğət ya da heç bir lüğətlər bu mənada işlənir. No-dan sonra həm cəm, həm də tək isim gələ bilər. Ona görə 2 və 4 doğrudur. 3 və 4 doğrudur. Every isə ofla birləşmə əmələ gətirə bilməz. Ona görə 5 yanlışdır. Cavab oldu 2, 3, 4 B variantı. Make-up sentence qaydasını yazmağın ən asan yollarından biri nə idi? Gəlin onu da sizin üçün deyib. Make-up yazarkən bütün variantları cümlə kimi yazmanızı məsləhət bilərdim. Bu sizə cümlə strukturunu onsuz da esse yazmaqdan bilirsiniz ki, cümlə ardıcılığı, mübtəda, xəbər, tamamlıq, zərflik olur və artıq siz cümləni yazdıqda oradakı cümlə strukturunu tam əminliklə bilə biləcəksiniz və testi də rahat şəkildə yaza biləcəksiniz. Ona görə də yaxşı olar ki, mütləq və mütləq cümlələrin hər birini cümlə formasında yazasınız. Yəni boşluq olur, testlərin yanında boşluq olur. Həmin boşluqları yazırsınız. A variantı və cümləsini yazırsınız. B variantı yazırsınız, cümləsini yazırsınız və bu zaman siz cümlə strukturunu tamamilə bilmiş olursunuz. Bu testdə isə cavabımız olur D variantı. Gəlin birlikdə D variantını oxuyaq. D variantında deyilir ki, the workers, işçilər, have been building, tikirdilər. Sonra altı gəlməlidir. The stadium, bu stadionu for 5 months, 5 aydır ki. Mütləq və mütləq bir daha qeyd edirəm ki, cümləni tamamilə cümlə şəklində yazıb struktura baxa bilərsiniz. 9-cu testimiz preposition testidir. Bilirik ki, bu əzbərlə olan bir şeydir. Yəni bu söz önlərini mütləq Nərgiz Nəcəf kitabından əzbərləyə bilərsiniz. Ya ümumiyyətlə testdəkiləri əzbərləsəz, bu sizə bəs eləyər. Nərgiz Nəcəf kitabında da həmin söz önləri var. Və bir şey də qeyd edim, harda day varsa, məsələn 10 qoyulur bunların hamısına. Həftə günlərində Sunday, Monday, Tuesday, Wednesday hər birində 10 qoyulur. Depend də 10-la işlənir. Elə cavab olur A variantı. Və gəlirik 10-cu testdə yəlik əvəzliyi, daha doğrusu yəlik hal. Yəlik halda bilirik ki, apostrof S olur və hər iki tərəf mütləq isim olmalıdır. Əgər birə baxırıq, uşağın oyuncağı, bu doğrudur, A variantı doğrudur. M variantında ING gəlib və bundan başqa xəbər olmalıdır. Görürsünüz ki, variantda başqa xəbər yoxdur, demək ki, bu doğru yəlik deyil. C variantında my sister's coming, coming cümlənin xəbəridir, demək ki, bu is comingdir, bu da yəlik hal deyil. D variantında Ben's doing exercises, doing'dən başqa xəbər yoxdur, demək ki, bu da yəlik deyil. Y variantında isə got gəlib, bilirik ki, got has got'un qısalmış versiyadır, ona görə Y variantı yanlışdır. 11-ci testdə baxırıq, burada bizdən soruşulur. Adjektiv. A variantında zəm varsa mütləq müqayisə olmalıdır. Clever sözün özüdür. Buna ekstra bir R artırılmalıydı. Ona görə A səhvdir. B variantında clever işlətmək üçün as varsa birinci tərəfdə də as olmalıydı. Ona görə B yanlışdır. C variantında as arasına üstünlük qoyulub. Bu yanlışdır. D variantı doğrudur. As, clever as. Bu doğrudur. Y variantında isə clever R yazılıb deyə bu struktur yanlışdır. Cavab oldu. D variantı. 12-ci testdə close meaning deyilir. Close meaning bildiyiniz kimi sinonim deməkdir. Yadınızda saxlayın ki, sözlər
sinonimlərini tapmaq üçün gərək ki, söz bazanız yerində olsun. Ona görə də mütləq məktəb dərsliyindən ən az 9-10-cu sinifə qədər sözləri təkrar edəsiniz, öyrənəsiniz ki, sizin söz bazanız yerində olsun. A variantında nice və ugly bunlar sinonim deyil. Quick və slow bunlar yavaş və bərk deməkdir, sinonim deyil. Wise ağıllı, dal, darıxdırıcı bu sinonim deyil. Excited, tired, yorğun və həyəcanlı sinonim deyil. Y variantı isə doğrudur. Difficult və hard sinonim sayılır. 13-cü testə baxırıq. Interrogative sentence soruşulur bizdən. Bu testləri yazmağın sizə asan metodunu göstərim. Sualı mütləq sual sözündən bölürsünüz və bu qaydaları yadınızda saxlayırsınız. Birinci qayda, heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. Yəni how muchdan sonra birbaşa mübtəda gəlməz. Gördüyünüz kimi D və Y variantlarında birbaşa mübtəda qoyulub. İkinci ipucumuz do, does, diddən sonra birbaşa feil gəlməz. B variantı da isə birbaşa feil gəlib və A variantı doğrudur. C variantında isə how muchdan sonra birbaşa xəbər qoymaq olmaz. Birbaşa xəbər who və what da qoyula bilər. Digərlərində birbaşa xəbər işlətmək olmaz. 14-cü testə baxırıq. Conjunction dərsidir bu. It's a pity. Burada artıq bizə ipucu verilib. Yadınızda saxlayın. Bu ipucular bizim üçün çox önəmlidir. Çünki birbaşa cümlənin mənasına təsir eləyir. Təəssüf ki, o fransız və ingilis dillərini təəssüf ki dediyi üçün artıq nə onu, nə də onu öyrənə bildi deməli idi. Ona görə cavab olur A. Either nor olmaz. Neither orla birləşməz. Either and olmaz. Both or olmaz. Bilirik ki, both and olur. Either or olur. Neither nor olur. Bunlar isə artıq strukturca yanlışdır. 15-ci testə baxan kimi bilirik ki, bu agreement dərsidir. Agreement dərsində hər bir qaydalara diqqət edirik. Of var, ofdan əvvələ baxırıq. Loaves cəmdədir, was təkdədir. Bu yanlışdır. A loaf təkdədir, was isə təkdədir. 2 tamamilə doğrudur. 3-də two loaves of bread. Bu da doğrudur. Were yazılıb və ofdan əvvəlki sözdə cəmdə verilib. Və 4-də isə it is different sorts. Sorts cəmdədir. Was isə təkdə verilib də yanlışdır. Cavab oldu 2-3. C variantı. 16-cı testə baxırıq. Form of the verb soruşulur bizdən. Feilin formaları. Yadınızda saxlayırsınız. Bu başlığı gördünüzsə mütləq cümlələrinizdən zamanları çıxırsınız. Yəni A variantı və D variantı zamandır. A variantı indiki bitmiş zaman, D variantı isə indiki keçmiş davam edici zamandır. Yanlışdır. B, C, Y arasında qalırıq. So feilini xatırlayırıq. So feili düz yeni topluda düşməyib, amma qəbulda düşüb və tim kitablarında da görə bilərsiniz. Ona görə mütləq bu qaydaları diqqətli olun. So, C feilinin keçmişidir və bu feillərdən sonra ing-li ya da to-sa atılmış feil qoyulur. Ona görə buradakı C və Y variantını çıxırıq. Cavab olur B variantı. Bu mürəkkəb tamamlıq dərsidir. 17-ci test modal testidir. Modal testini yazarkən yadınızda saxlayırsınız. Mütləq nöqtələrdən sonra baxırsınız. To varsa to istəməyənləri atırsınız. A və D variantı yanlışdır. Haven't to strukturu yoxdur bilirsiniz. Çünki have öz inkarını düzəltmir əgər to ilə işlənsə. B və C variantı arasında qalırsınız. B doğrudur. U ilə has işlətmək olmaz. Has, he, she, it, John, Jeremy bu tipdə, yəni təkdə olan mübtədalarla işlənir. 18-ci testə baxırıq. 18-də bizə verilib Jeremy school last year. Last year keçmiş sayda zamanda cavab olur. Burada A variantı A doğrudur. Çünki digər variantlar artıq indi gələcək ya da bitmiş zamanlardır. 19-cu testə baxırıq. Passive voice-də düzgün strukturu seçin. We use electricity. Biz istifadə edirik elektriki. We cümlənin sonuna getməlidir. Elektrik cümlənin əvvəlinə gəlməlidir. Use isə öz zamanının məhculuna çevrilməlidir. Baxırıq ki, bütün cümlələrimiz electricity ilə başlayıb. Demək ki, cavab olmadı. Electricity is used. A variantı doğrudur. B variantında məhcul düsturu yoxdur. C variantında been verilib. Ümumiyyətlə to be plus been strukturu yoxdur. D və Y variantları isə tamamilə yanlışdır. Çünki use indiki zamanı idi. Məhcula çevrilərkən öz zamanının məhculuna çevrilməli idi. İndi isə baxırıq 20-ci testin izahına. He asked, o soruşdu. Bu testi sizin üçün qeyd edirəm. Bu qəbula düşməyib. Bu sualın yerində exclamatory sentence olub. Yəni nida cümlələri olub. Bildiyiniz kimi nida cümlələri artıq topluda yoxdur. Ona görə də mən bu sualları yeni əlavə olunan suallarla dəyişmişəm. Ask qaydasını yadınıza salın. Əgər bilmirsinizsə mütləq bunu təkrar edin. Yeni əlavə olunmuş mövzuda imtahana da düşmək ehtimalı var. Askdan sonra mütləq ya to feil qoyulur, ya isim qoyulursa
o ismin önündə mütləq for qoyulur. Mütləq və çünki buradakı mənası xahiş etmək deməkdir. Askdan sonra isim gəlirsə, yəni o nəyisə istəmək deməkdir. Əgər burada şəxs qoyuruqsa, o şəxs obyekt halda olur və me-dən sonra təkrar for olur. Yəni ask me for ya da eləcə ask for isim olur. A variantında nə yanlışdır? Askdan sonra for me gəlir, for me yox, olmalıydı me for. B variantında ask me giving. Askdan sonra gələn feil giving ilə işlənməz, to ilə işlənməlidir. Ona görə bu da yanlışdır. C variantında mütləq for olmalıydı. D variantında ask me give yenə to olmalıydı. Y variantı isə tamamilə doğrudur. Burada yazdığımız struktur ask istəmək, xahiş etmək mənasında. Əgər özündən sonra isim gəlirsə mütləq for isim işlənir. Əgər obyekti də göstərirsə obyekt gəlir, ondan sonra artıq for işlənir. Ona görə cavab olur Y variantı. Bu qaydanı əgər yaxşı bilmirsinizsə, kanalımızda olan mövzulardan, complete sentence mövzusuna aid testlərdən ya relative clause-a ona aid testləri rahat işləyə bilərsiniz. Onların içində bu mövzu ətraflı verilib. Mütləq və mütləq həmin qaydaları təkrar eləyin, oxuyun. İkinci hissə toplunu yəqin ki, hamınız bitirmisiniz. Complete sentence səhifə 70-ci, ikinci hissədə 70-ci testin son testləri tamamilə bunlara aiddir. Mən də bu testi elə həmin topludan seçmişdim. İndi isə 21-ci testə baxırıq. Only'dən sonra countries gəlib. Countries cəm isim olduğu üçün little qoymaq olmaz, much olmaz, a lot isimlə işlənməz. Only bildiyiniz kimi only'dən sonra few yox, a few ya da a little qoymaq olar. Ona görə only, just, quite sözləri idi bu. Bu sözləri özünüz üçün qeyd edə bilərsiniz. Cavab oldu C variantı. 22-ci testə baxırıq. Bu testdə artikel qoyulur. Tea və coffee sözləri sayılmır. Ona görə əvvəlcə E artikeli qoyulan variantları çıxırıq. Qaldıq A, D və Y. İndi diqqətlə baxmalıyıq. Burada hansında bu isim konkret bir isimlə danışır ya da ümumiləşdirilmiş şəkildə danışır. Deyir ki, Britaniyada çay içmək, kofe içməkdən daha çox ümumi haldır, yəni adi haldır. Burada konkret bir kofe və ya bir konkret çay haqqında demirdi ya. Ona görə biz buradakı sözlərin önünə Z qoya bilmərik. Ona görə A və Y variantı çıxır, cavab olur D variantı. Burada bir nüansa diqqət edin. Əgər burada bizə hansısa bir çay haqqında ya da kofe haqqında məlumat versəydi, biz onu Z qoyardıq. Burada ümumiləşmiş iki isimlə danışılır, hansı ki bu isimlər sayılmır. Əgər bu isimlər sayılsaydı, biz onlara E qoyardıq, sayılmadığı üçün də boş buraxa bilərik. Demək ki, cavab oldu D variantı. İndi isə gəlin sizinlə birlikdə bu mətnimizə aid testlərə baxaq. Mətnimiz bildiyiniz kimi Buffett haqqındaydı. Bu Amerikan bir biznesmendir, həm də xeyriyyətçidir. Hansı ki o həmçinin hesab olunur ən uğurlu investor. Demək ki bu həm də investordur. Son 2 əsrin ən uğurlu investoru sayılır və o 5-ci zəngin adamdır planetdə. O edib ilk investisiyasını, həyatındakı ilk investisiyasını gənc olanda 11 yaşında edib. Onun uğur hekayəsi başlayır elə bu investisiya ilə. O Nebraska Universitetini bitirəndən sonra müraciət edir Harvard Universitetinə. Lakin intervyu müddətində o qəbul olunmur məktəb administrasiyası tərəfindən. Bu after the rejection, bu imtinadan sonra o qərara gəlir ki, Columbia Business məktəbinə müraciət etsin və qəbul olunur. 2006-cı ildə iyun ayında Buffett elan edir ki, o planlayır ki, öz sərvətinin 80%-ni xeyriyyə cəmiyyətlərinə iyanə versin. 2020-ci ildə bu miqdarı qaldırır, 99% edir. Amma bu hamısı deyil, diqqətli olun. 99% olması belə hamısı demək deyil. Və onun gəlirinin çoxu goes to Bill Melinda Gates Foundation-a gedir. Bu foundation əsasən fokuslanıb hansı problemlərə? Dünyanın sağlamlıq və təhsil problemlərinə fokuslanıb. 2011-ci ildə Buffett mükafatlandırılır. Prezident medal azadlığın prezidental medalı ilə mükafatlandırılır. Warren hesab edir ki, ən yaxşı investisiya öz biliyini, statusunu, xarakterini artırmaqdır, improving etməkdir və bu
bunu öz cəhdi ilə etməkdir. O keçirir vaxtının çoxunu oxumaqla. O inanır ki, the key to his success in reading books, kitab oxumaq onun uğurunun açarıdır. He reads about 500 pages a day. O bir gündə təxminən deyir 500 səhifə oxuyur. Bu bizim mətnimiz idi. İndi gəlin bu mətnə aid suallara da diqqətli şəkildə baxaq. Suallarda birinci, 23-də deyir ki, bu mətn nə haqqındadır? Yadınıza saxlayın. Bu cavabları tapmaq üçün nə etməlisiniz? Mətndə ümumiləşmə cavablar tapmalısınız. Yəni adamların adı çox verilmir bu cavablarda. Yəni ad olaraq tam seçilmir və tam olaraq bu adamı bir adam haqqındadırsa ya da bir kitab haqqındadırsa bunu fraza kimi verir. Yəni ümumiləşdirib frazoloji birləşmə kimi verir. Yəni nə bilim ümumiləşmiş bir halda verir. Yəni siz konkret bir məna ilə yox, onu ümumiləşmiş, o adamı bütün təsvir edən bir şey haqqında yazmalısınız. Onu seçməlisiniz. İndi baxırıq. A variantında deyir ki, Harvard Biznes Məktəbinin graduateləri. Bu deyil. Dünyanın ən zəngin adamlarından biri. Bunu saxlayaq. Warren Buffett'in ən yaxşı investisiyası. Bax, bu variant sizi çaşdıra bilər. Bunu saxlayaq, axırda müzakirə edək. Nebraska Universitetinin şagirdləri, bu da deyil. Warren Buffett'in Charitable Foundationları. İndi düzdür. Bu mətndə onun investisiyasından danışdı. Hansı Charitable Foundationlara iyanə verir, ondan danışdı. Amma təkcə birinə fokuslanmadı. Yəni bu mətn tamamilə onun ən yaxşı investisiyasından deyildi. Bu mətn onun foundationlarından da deyildi. Bu mətn onun ümumi özü haqqındaydı. Çünki birinci abzası onun özünü təsvir edirdi. İnvestisiyasını demişdi. Hansı universitetə qəbul olmasını demişdi və sonra öz pulunu iyanə etdiyini demişdi və 3-cü abzasda tamamilə onun özünü necə inkişaf etdirməsi haqqında danışmışdı. Yəni ona görə də biz burada onun investisiyasından danışmamalıydıq təkcə. Y variantında təkcə foundationdan danışmamalıydıq. Ona görə cavab olur B variantı. Dünyanın ən zəngin adamlarından biri haqqındaydı. Elə düzdür. Diqqət edin bu tipdə suallara. Çünki bəzən deyir ki, ən zəngin adamıydı, amma ən zəngin adamlarından biri. 5-ci adamdırsa, demək ki, ən az 5 adamdan biri budur. 24-cü testə baxırıq. Bu tipdə testləri tapanda çox diqqətli olursunuz. Çünki bunlar testlərdə ən qarışdırıcı nüanslardır. Çox cüzi hissələrlə sizi çaşdıra bilərlər, diqqət edin. A variantında deyir ki, o uğurlu Amerikan investordur. Bəli, bu cümləni demişdim. Bir dəqiqə, zəhmət olmasa gözləyin. Bu cümləni bizə demişdi, burada beni seçmişdik. Birinci cümləyə gəlin təkrar baxaq. Amerikandır və həmçinin də uğurlu investordur. İki ayrı cümlədə deyib. Ona görə bu sizi çaşdırmasın. A tamamilə doğrudur. B variantında. O ilk dəfə Harvard Biznes Məktəbini oxudu. Xeyr, baxın diqqətli olun, hansı hissədə verilmişdi. Harvard Biznes Məktəbini, Nebraska Universitetini bitirəndən sonra, after graduating, yəni bitirəndən sonra artıq Harvard Universitetinə gəlib. Ona görə burada birinci deyil. C variantında 2006-cı ildə bütün pulunu, xeyr, 99%-ni demişdi. Görürsünüz, 99% hamısı demək deyil. Düzdür, çoxudur, mostdur, amma all deyil. Most verib, amma hamısını vermiş. D variantında hardly got any medals deyir ki, hardly olan cümlələr bilirik ki, inkar tərcümə olunur. Medal almayıb öz nailiyyətinə görə. Xeyr, demişdi ki, o Presidential Medal of Freedom alıb, bu doğru almışdı deyə bunu çıxırıq. Y variantında dayandırdı donating eləməyi 2020-ci ildə. Gəlin baxaq görə bizə elə bir məlumat verir. Xeyr, əksinə 2020-ci ildə o artırdı, increase etdi öz iyanəsini. Ona görə də bu stop yanlışdır. Cavab oldu. A variantı. İndi isə gəlin baxaq. 25-ci testdə. What is the best investment? Onun fikrincə ən yaxşı investisiya nədir? Onu son abzasda demişdi ki, onun fikrincə ən yaxşı investisiya öz biliyini, statusunu, xarakterini artırmaqdır öz cəhdi ilə. İndi gəlin baxaq. A variantında deyir ki, o hesab edir ki, yalnız kitab oxumalısan, bunu demədi. Kitab oxumalısan, amma yalnız oxumalısan demədi. B variantında o düşünür ki, ən yaxşı investisiya self-improvement. Bəli, bu doğru ola bilər. Çünki bir insanın öz üzərində işləyərək, öz statusunu, biliyini, xarakterini inkişaf etdirməsi, bu elə self-improvement, özünü yaxşılaşdırmaqdır. C variantında o inanır ki, ən yaxşı investisiya Charitable Foundation qurmaqdır. Xeyr, o elə bir cümlə demədi. D variantında o hesab edir ki, yaxşı health, sağlamlıq ən yaxşı investisiyadır.
Bu gerçəkdir, amma onun fikrincə deyil. Yəni bu məsələn görürsüz məntiqli cümlədir, amma mətndə bunu deməmiş deyə bunu seçə bilmərsiniz. Y variantında isə bufet üçün ən yaxşı investisiya yaxşı universitet diplomunun olmasıdır. Bu da yanlışdır. Cavab oldu B. 26-cı testə baxırıq. Bill və Melinda Gatesin Foundationu. İndi gəlin baxaq görək. Bu cümlə harda verilmişdi? Onun Melinda və Bill and Melinda Gates Foundation'da o öz gəlirini verir. Bu foundation tamamilə fokuslanıb dünyanın sağlamlıq və təhsil probleminə. Gəlin baxaq. A variantında bu foundation verdi Warren Buffettə charity activity üçün buna pul verdi. Xeyr, əksinə Warren onlara pul verdi. B variantında dəstəklənmir. Warren Buffett tərəfindən dəstəklənmir finansal olaraq, xeyr, dəstəklənir. B variantında mostly concentrates on the health and education problems. Bəli, fokuslanıb əsasən sağlamlıq və təhsil problemlərinə. Çox pul xərcləyir müxtəlif organizationlara. Xeyr, deyir ki, bütün pulunu müxtəlif organizationlara xərcləyir. Xeyr, bizə elə bir şey deməmişdi. Sağlamlığa demişdi və təhsilə demişdi. Pul yığır prezidental medal almaq üçün. Xeyr, bu da deyil. Raise bir şey üçün pul yığmaq deməkdir. Ona görə də bu yanlışdır. 27-ci testə baxırıq. Bəziləriniz yazmışsınız ki, biz daha çox bu testlərdə yanılırıq. Bunun metodlarını bilmirik. Bunu tapmaq üçün mütləq və mütləq nə edirsiniz? Mətnimizdə həmin cümləni tapırsınız. Gəlin birlikdə biz bu cümləni tapaq. Çoxlu kitab oxumaq. Bu bizim sonuncu cümləmiz idi. O inanır ki, çoxlu kitab oxumaq uğurun açarıdır. Baxın bu cümlədir. Bizə kitab oxumaq hissəsini verib. İndi biz bunun ardınca getməliyik. Is the key, cümləmizin özü budur. The key to his success. His success. Bu hissəni seçməliyik. İndi biz burada nələr dəyişə bilərik? Yadınızda saxlayın. Hər şeyi, hər sözü belə götürüm. Bu söz hardasa bununla sinonim görmüşdüm. Bu addımı heç vaxt etməyin. Əgər tam bal almaq istəyirsinizsə, sizin sinoniminiz ora tam oturmalıdır. Həm məna, həm qrammatika cəhətdən tam oturmalıdır. Məsələn, bu cümlədəki key sözü açar deməkdir, metod deməkdir. Bunları dəyişə bilərdik. Metod sözü ilə dəyişə bilərdik. Açar sözünü metod, yol sözü ilə dəyişə bilərdik. Rol sözü ilə dəyişə bilərdik. Məsələn, rol dəyişə bilərdik. Sonra metod sözü ilə dəyişə bilərdiniz. Çünki uğurun ən yaxşı metodudur kitab oxumaq. Bu mənaya uyğun gəlir. Sonra his success. Success sözünü achievementdən dəyişə bilərdiniz. Achievementlə dəyişə bilərdiniz. Sonra luck sözündən, uğur sözündən dəyişə bilərdiniz. Bu sözlərlə dəyişə bilərdiniz. Başqa bir dəyişilən söz yoxdur. Buradan indi sizin üçün bir şey qeyd edeyim. Məsələn, siz bir dövrün qəbulunu işləyəndə görəcəksiniz ki, orada case sözü vacib mənasında işlənib. Bu zaman siz case sözünü main ilə, important ilə, necessary ilə, basic bu sözlərlə dəyişə bilərsiniz. Amma bu cümlədə case sözü konkret olaraq isimdir. Çünki o article-la işlənib və gördüyünüz kimi birbaşa önündə z artiklı var. Article-da varsa bu artıq isimdir. Demək burada açar rol mənasında işlənir. Demək ki, siz burada case sözünü importantla dəyişə bilməzsiniz. Dəyişəcəyiniz sözü mütləq və mütləq cümlənin tərkibinə qoyun və tərcümə edin. İndi gəlin biz bu dəyişdiyimiz sözləri qoyaq və tərcümə edək. Görək eyni mənanı verə bilirikmi? Məsələn, kitab oxumaq is metodudur onun uğurunun, roludur onun uğurunun. Görürsüz, mənaca uyğun gəlir. Ya da achievement nailiyyətinin. Kitab oxumaq onun nailiyyətinin açarıdır, yoludur, roludur. Bu tipdə sözlərdən birini istifadə edə bilərsiniz. Case sözünü dəyişərkən isimə önünə sifət də qoya bilərsiniz. Məsələn, role sözünü main role, important role deyib önünə də article qoya bilərsiniz. Ya the important role, the main, ya da the basic role deyə bilərsiniz. Mütləq bu nüanslara diqqət edin. Əgər tam bal almaq istəyirsinizsə, bunları çox yaxşı bilməlisiniz. Əvvəlcə dəyişdiyiniz söz hansı nitq hissəsidirsə ona baxırsınız və dəyişdiyiniz sözü cümlənin həmin nöqtəsinə qoyub təzədən Azərbaycan dilinə hərfi-hərfiyə tərcümə edirsiniz. Əgər oturdusa, demək ki, bu format tamamilə doğrudur. Yox, oturmadısa, səhv yazıb balınızı aparmaqdansa, məsələn, bir söz bilirsiniz, birini dəyişin, ikisini dəyişə bilmirsinizsə, birini dəyişin, tam bal alın. Daha doğrusu yarı bal alın. Yoxsa birini əminsiniz, amma digərini əmin olmadan dəyişirsinizsə, artıq bu əvvəl əmin olduğunuz balı da aparır. Ona görə də dəyişməyinizi məsləhət bilmirəm. Dəyişmək üçün mütləq ikisini də bilirsinizsə, tam əminsinizsə dəyişin, dəyişə bilmirsinizsə, birini bilirsinizsə, birini dəyişin, ən azından yarı balınızı alın.
İndi isə 28-ci testə baxaq. The money that you earn from work or business. Paragraf 2-də bizdən soruşur ki, bu sözün mənasını tapıb. Puldur, hansı ki sən qazanırsan bir işdən, biznesdən. Buradakı söz income olmalıydı, gəlir deməkdir. Bildiyiniz kimi, bunu bilmirsinizsə məktəb dərsliyindən oxuyun, səhv etmirəmsə 8-ci sinifin sözündə var idi bu söz. Income gəlir deməkdir, pul gəlir. Və burada da gördüyünüz kimidir ki, o gəlirinin çoxunu, most of his income, gəlirinin çoxunu, gəlir mənasındadır. 29-cu testdə admit sözünün sinonimi soruşulur. Paragraf 1-də idi bu. Admit sözünün sinonimi paragraf 1-də verilmişdir. Müraciət, daha doğrusu qəbul etmək, accept, qəbul etmək. Accept. Mütləq bu sözü yazanda to ilə yazın ki, siz tam bal ala biləsiniz. Düzdür. Keçən il kəsilmirdi to yazmasan, amma el yazılanda kəsilirdi balınız. Siz də risk etməyin, çalışın ki, o nüanslara diqqət edəsiniz. Bir bal belə sizə böyük bir şeylər, yəni balınıza böyük bir şeylər qatır, düşünürsünüz ki, hətta bir balla belə 89-dan 90-a qalxa bilirsiniz. Ona görə mütləq bu nüanslara tam diqqət edin. Siz burada ed yazsaz, sizdən balınızı tam ala bilmirsiniz, yarı bala enir balınız. Ona görə də risk atmanızı məsləhət bilmirəm. Çalışın ki, bu tipdə testlərdə mütləq çox diqqətli olasınız. İndi isə gəlin sizə sualımıza baxaq. Sualımız belə idi. What books do you like to read? Oxumaq üçün hansı kitabları sevirsən? Burada konkret olaraq bir kitab demədiyi üçün biz bir neçə kitab çəkə bilərik adı ya da onun növünü yaza bilərik. Əgər esse yazmaqda çətinlik çəkirsinizsə bu tipdə kalıpları əzbərləyib bunları imtahanda istifadə edə bilərsiniz. Bu mənim öz şagirdlərimə yazdığım və onlara esseni öyrədərkən hansı uşaqlar ki, esse yazmaqda çətinlik çəkir, əzbərlətdiyim kalıplardır. Bunu esse sualımızı buna uyğunlaşdırmalıyıq. Bu strukturdur və biz bu strukturlar əsasında amma bir də onu deyim ki, bunu tam belə yazmırıq. Mən xətt çəkdiyim boşluqları mütləq özünüz doldurmalısınız öz esse sualınıza əsasən. Məsələn, burada yaza bilərəm ki, there are, vardır, many books, çoxlu kitablar in the world. Dünyada çoxlu kitablar var. Many books in the world. My favorite, mənim sevimli ya da mənim sevimli kitablarım. Burada artıq kitabların tam adını demədiyi üçün belə yaza bilərik. Mənim sevimli kitablarım are nələr ola bilər? Məsələn, about nature. Belə yaza bilərəm. Təbiət haqqında olanlardır ya da animal, heyvanlar haqqında olanlardır. Yazıram animal. Siz öz istədiyiniz uyğun yazırsınız. Animals. My favorite books are about animals because çünki kitabları cəmdə yazdığımız üçün artıq seçirik. There are interesting çünki onlar maraqlıdır və yaza bilərik həyəcanlıdır. Nə bilim, həyəcan vericidir. Belə yaza bilərik. Exciting. Bu artıq bizim iki cümləmiz hazırdır. Bu son cümləyə toxunmuram çünki burada artıq tamamilə mənac oturur. Məsələn, deyirəm ki, baxmayaraq ki, bəzi insanlar, some people prefer other kinds of them. Baxmayaraq ki, digər insanlar onun digər növlərinə üstünlük verirlər. I choose those books. Mən o kitabları sevirəm. Yəni, yazdığımız heyvanlar haqqında olan kitabları sevirəm. I always advise everyone. Mən həmişə məsləhət bilirəm hər kəsə. To read, oxusunlar, them, onları oxusunlar. In conclusion, books about animals, yazaq bura, books about animals are the best for me because I really enjoy them. Gördüyünüz kimi artıq biz seçim olaraq bizə verilən, əgər bizə desəydi ki, sırf sənin sevimli kitabın hansıdır, bu zaman məsələn Harry Potter haqqında yaza bilərdik. Bütün boşluqları doldurarkən yazırıq. Dünyada çoxlu kitablar var. My favorite is Harry Potter. Mənim sevimlim Harry Potter'dır. Çünki it is exciting and interesting. Çünki o maraqlı və həyəcan vericidir. Sonra baxmayaraq ki, bəzi insanlar başqa növlərinə üstünlük verir, amma mən Harry Potter'ı seçirəm. Hər kəsə məsləhət bilirəm ki, bunu oxusun. Ya da burada məsələn sual ola bilərdi ki, sənin sevimli yeməyin hansıdır? Bu zaman yazırsınız. Çoxlu vardır yeməklər dünyada. Mənim sevimli yeməyim məsələn plovdur. Çünki o çox dadlıdır. Baxmayaraq ki, insanlar başqa növlərə üstünlük verirlər, amma mən plovu seçirəm. Həmişə hər kəsə məsləhət bilirəm ki, plovu yesin. To eat yazırıq. To eat plov. Son olaraq da yazırsınız ki, plov is the best for me because I really enjoy it. Yəni bu struktur sizə bir neçə növ esse ola bilər ki, orada otursun. Ona görə də özünüz üçün bunu qeyd aparırsınız və
Artıq bu yazdığım söz sırası ilə ağlınıza gələn ümumi, məsələn, bir dəfə hansı şəhəri sevirsən, bir dəfə hansı kitabı, hansı aktyoru, hansı alimi, hansı maşını, hansı kitabı, bu tipdə sözlərdən ya da hansı mahnı, hansı rəqs növü, bu tipdə hissələri bura otuzdurursunuz və bu getdikcə artıq sizin bazanıza, yəni beyninizdə olan bazaya oturur bu esse və imtahanda da əziyyət çəkmirsiniz. Əgər imtahanda yox, esseni sərbəst şəkildə özünüz yaza bilirsinizsə, artıq belə struktur əzbərləmənizə ehtiyac yoxdur. Bu struktur tamamilə essedən hər zaman tam bal ala bilməyən, ümumiyyətlə bəzi uşaqlar var ki, bal ala bilmirlər. Onlar üçündür. İnanıram ki, inşallah ki, bu esse nümunələrindən də yararlana bilərsiniz. Dinlədiyiniz, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Mütləq əziyyətimizin qarşılığını təşəkkür etməyiniz üçün kanalımıza abunə olmağı, şərh yazmağı, bəyənməyi unutmayın.